Bakıda silahlı insident baş verib, hadisə İdrak liseyində olub və belə deyim ki, hadisə liseyin qarşısında baş verib. 10-cu sinif şagirdi müəlliməsini odlu silahla güllələyib və Binəqədi rayonu ərazisində təhsil müəssisəsində qeydə alınıb. Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb, dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir. Liseyin rəhbərinin açıqlamasına görə Mövsüm Alışov bildirib ki, hadisənin ehtiyatsızlıqdan baş verib və şagird silahı məhz atasından götürərək liseye gətirib və liseyin qarşısında müəllimini güllələyib, müəllimənin vəziyyətinin isə ağır olduğu bildirilib.